Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var. Xəbər verilir ki, şəhər ərazisində 2 minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. 72-ci il təvəllüdlü Allahverdiyev, 99-cu il təvəllüdlü Yusufzadə və 68-ci il təvəllüdlü Qurbanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Yaralılara Allahdan şəfa diləyirik. İqtisadiyyat Nazirinin müavini Rövnəq Abdullayeva ağır itki yüz verib. Xəbər verilir ki, Rövnəq Abdullayevin qaynatası Adəm Əliyev vəfat edib. Mərhum dünən torpağa tapşırılıb. Allah rəhmət eləsin, ailəsinə və əzizlərinə səbir diləyirik.